Qapımızın düz kəndarında iki qızğın müharibə davam edir. Siyasi hədyanlar, təhdid dolu açıqlamalar yerini faktiki olaraq raketlərə, bombalara verir. Diplomatlar susub, toplar danışır. Həm də olduqca yüksək səslə. Üç ildən artıqdır səngimək bilməyən Rusiya-Ukrayna toqquşmasına, indi İsrail-İran raket yağışının əlavə olunması ilə bölgədə qan su yerinə axır. Əfsuslar ki, ölüm daşıyan raketlər artıq bizim sərhədimizdən yox, evimizdən də görülür. İrandayım, Turfadayım, cönaqlar altında. Bax, səsində qulaq asın. Bunlar kim atıyor? Bilmirəm ki, ya İranı vururlar, ya İran vurur. Bilmirəm ki, buna bax. Rəsmi Bakının İran və İsrail arasında davam edən toqquşmalara münasibəti hələ ilk gündən açıqlanmışdı. Həmişəki kimi beynəlxalq hüquqa əsaslanaraq. Start. İsrail dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq. Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq. Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğuluyuruq. Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədi ilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir. Statın sonu. Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma eyni zamanda açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə bununla əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub. Bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləndirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimiz kənardan ola biləcəyini deyəndə məhz bunu nəzərdə tuturdum. Bu fikirlər dövlət başçısı tərəfindən təxminən bir il öncə səsləndirilmişdi. Onda hələ cənub sərhədimizin səmasında nisbi sakitlik hökm sürürdü. Bir-birini əvəz eləyən və sərhədlərimizə yaxınlaşan toqquşmalardan sonra əslində milli təhlükəsizlik məsələsində dövlətin yanaşmasının nə qədər konseptual olduğu daha aydın nəzərə çarpırdı. Bölgədə ziddiyyətlər yeni deyil.
Bu fonda dost ölkələrin uzunmüddətli sinxronlaşdırılmış siyasəti, təhlükəsizlik çətirini gücləndirməklə yanaşı, bütün bölgə üçün riskləri minimallaşdırır. Və bu mesajların son olaraq Qarabağdan verilməsinin də xüsusi rəmzi mənası var idi. Ələl-xüsus Laçından. Laçın bugün böyük qayıdışın növbəti məntəqəsidir. Eyni zamanda əməkdaşlığın, dostluğun mərkəzidir. Üç tərəfli görüşdə bugün verilən mesajlar təbii ki, bütün bölgə üçün və hər üç ölkə üçün olduqca əhəmiyyətlidir və yeni səhifənin açılmasını göstərir bu əməkdaşlıq kontekstində. Və bugün Laçın həm də mədəni tədbirlərə ev sahibliyi eləyir. Həmçinin dövlət başçılarının indi qatıldığı 28 may müstəqillik gününə həsr olunmuş konsert. Bugün əziz qardaşlarımın, Türkiye Prezidenti və Pakistan Baş Nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştiraki, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yarattı. Bizim gücümüz birliğimizdədir. Bugün üç tərəfli formatda birliğimizi bir daha təsdiqlədik. Əminəm ki, bugün azad edilmiş Laçından üç ölkənin dünyaya verdiği mesajlar lazımı ünvana çatacak. İstikrar abidesi olarak yükselen Azerbaycan'ın başarılarıyla hepimiz gurur duyuyoruz. 30 yıl aradan sonra esaretten kurtulan Karabağ için artık vakit başarı, barış ve kalkınma hikayesi yazma vaktidir. Bugün geçmişte yaşadığımız acılardan ders çıkartarak kalıcı barışın tesisi, güvenin ve iyi komşuluk ilişkilerinin kurulmasını hedefliyoruz. Muzaffer Başkomutan Sayın Aliyev'in barışın da mimarı olarak adını tarihe yazdıracağına inanıyoruz. Bu füsunkar məkanda, Laçın şəhərində və bu onu sübut edir ki, bu bayraqlar bir yerdə hər zaman yüksəklərdə ucalacaq, dalğalanacaq və inşallah biz gələcəyə inamla irəliləyəcəyik. Və ya bir qədər əvvələ Türk Dövlətləri Təşkilatının Şuşa samitinə qaydaq. Yeni Azərbaycan üçün xüsusi rəmzi, mənəvi, siyasi mənası, anlamı olan şəhərdə Türk dövlətlərinin liderləri bir masa ətrafında idi. Keçən ilin sentyabrın 20-sində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu zirvə görüşü rəmzi məna daşıyır. Qarabağın tacı olan Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni və ictimai siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Liderlərin Şuşada imzaladığı Qarabağ bəyannaməsi isə Türk coğrafiyasında təhlükəsizlik zəncirini möhkəmləndirirdi.
gəlmişkən, bu bəyannamənin imzalandığı nöqtədə bundan 3 il öncə Azərbaycan və Türkiyə arasında daha bir tarixi sənədə imza atılmışdı. Şuşa bəyannaməsi. Biz bir daha gösteririk ki bundan sonra da her zaman bir yerde olacağız. Bundan sonra da birbirimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki bugüne kadar Türkiye ve Azerbaycan bütün meselelerde bir yerdedir. Bundan sonra da bu böyle olacak. Türkiye-Azerbaycan arasındaki bu beyannamenin içeriği birçok şeyleri kapsadığı gibi bundan sonra geleceğe yönelik adımları atarken artık sadece iki ülke değil, bölgeyi kapsayan bir kararlılığın burada yattığını görüyoruz. Eyni zamanda Azərbaycan və Özbəkistan liderlərinin Qarabağa birgə səfərləri, Özbəkistanın dəstəyi ilə Füzulidə inşa olunan məktəbdə birlik, həmrəylik və qardaşlıq mesajı idi. Sağ uşaqlar, bu məktəbi mənim qardaşım, hörmətli Şəfqət Miramonoviç Füzuli şəhərinə hədiyyə eləyib. Və xahiş edirəm ki, mənim qardaşımı biz səmiyyətlə salamlayaq. Azərbaycan və Qazaxıstan prezidentlərinin azad olunmuş ərazilərimizə birgə səfəri də Qarabağdan dünyaya verilən növbəti mesaj idi. Füzuli şəhərində inşa olunan Kurmanqazı adına uşaq yaradıcılıq mərkəzi də qardaş hədiyyəsi olmaqla bərabər həmrəylik mesajını özündə ehtiva edirdi. Azərbaycanın xarici siyasətində Türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən biri kimi diqqət çəkir. Bu, Prezident İlham Əliyevin çıxışlarında da öz əksini tapır, diplomatiyamızın digər konturlarında da. Eləcə də liderlərin qarşılıqlı səfərləri bunun əyani təzahürüdür. İkinci Qarabağ müharibəsində, eləcə də bundan əvvəlki dövrdə Türk dövlətləri Azərbaycana siyasi dəstəyini ardıcıl şəkildə nümayiş etdirirdi. Və bugün bərpa prosesində də bu dəstək davam etdirilir. Və bugün qarşısında dayandığımız istifadəyə verilən yeni yaradıcılıq mərkəzi, hansı ki Qazaxıstan dövlətinin dəstəyi ilə ərsəyə gəlib, bu dəstəyin daha bir ifadəsidir. Нет никаких сомнений в том, что этот священный регион Азербайджана получит мощное развитие. Только что я выслушал презентацию плана на будущее, и, конечно же, он не может не поражать своим масштабом и интенсивностью. Рахмат. Спасибо большое, уважаемый Касым-Жомарт Кемелевич, от лица физулинцев, нашей общественности и всего азербайджанского народа. Еще раз хочу выразить вам благодарность за такой братский дар. Ваша личная инициатива создать на освобожденных землях Центр детского творчества. Hadisələrin
İmzalanmış sənədlərin, atılmış addımların xronikası və xarakteri göstərir ki, regionda hər hansı dəyişikliyə qarşı Bakının tərəfdaşları ilə birgə preventiv tədbirləri, planları var. Passengers, this is the reboarding announcement for flights 3728 to Kansas. Salam abi. Görüş odası bu mu? Arkada, koridorun ikinci odası. Biz hazırda Kahramanmaraşdakı hava limanındayıq. Kahramanmaraşda keçiriləcək tədbirlərdən öncə dövlət başçıları arasında iki tərəfli görüş məhz hava limanında baş tutacaq. Bu otaq onun üçün xüsusi olaraq ayrılıb. Abi, bu odaya baxmaq imkanımız var mı? Görüş odası burası mı? İhtiyaç odası burası. İki tərəfli görüş odası. Cumhurbaşqanlarının. Olar mı baxaq? Kameranı gəl. Bir kadr çəkməmiz lazım. Gəlin. Dövlət başçıları arasında iki tərəfli görüş məhz bu zalda keçiriləcək. Bu çocuklarımız Cumhurbaşkanlarını karşılayacak. Kendilerini tanısınlar. Evet Metin gel bakalım böyle. Adın ne? Metin Musab. Cumhurbaşkanını karşılayacaksın. Evet. Giyim ne? Bugün de Maraş'ın çete kıyafeti. Bir qədər sonra dövlət başçıları Kahramanmaraş hava limanına enəcək. Əvvəlcə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, daha sonra Azərbaycan prezidenti İlham Əliyev və Fəxri Qaravul son hazırlıqları həyata keçirir. Budur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Kahramanmaraş hava limanına eniş edib. Şöyle L şeklini alacak şekilde mangamıza kadar. Tamamdır. Kahramanmaraş öz tarixi ilə öyünə bilər. 20-ci əsrin əvvəllərində 1-ci Dünya müharibəsindən sonra Maraş Fransa işğalına məruz qaldı. Burada istibdad əhaliyə qarşı amansız münasibət hökm sürürdü. Ancaq Maraşlılar təslim olmadı. Müqavimət hərəkatı yaradaraq fransız əskərlərini bölgədən qovmağa müvəffəq oldular. 1973-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən şəhərə Kahraman ünvanı verildi. Beləliklə, şəhər rəsmən Kahramanmaraş adlandırılmağa başlanıldı.
Aman yarabbi aman, aman yarabbi aman. 2023-cü ildə Kahramanmaraş yenə ağır günlərini yaşayırdı. Bu dəfə təbii fəlakət Kahramanmaraşlıları sınağa çəkmişdi. İki dağıdıcı zəlzələ Kahramanmaraş üçün ağır nəticələrə, itkilərə səbəb oldu. Həmin günlərdə isə qardaş Azərbaycan dövləti və Azərbaycan xalqı onların yanındaydı. Zeynep elini tərpət. Ay maşallah, maşallah Zeynep. Selam, selam. Bismillah, hoppa. Maşallah, maşallah, maşallah. Emre'yi getir, sen bana söz verdin. Kızım, ben götüreceğim. Benim adım İzvan. Yaxşısan, iyisən, iyisən. İyi olacaksın, narahat olma. Şəhərin bərpa olunmasında da Azərbaycan dövləti qardaş dəstəyi nümayiş etdirirdi. Şəhərdə yeni məhəllənin tikilməsini Azərbaycan öz üzərinə götürdü. Qısa zamanda ərsəyə gələn 68 yaşayış binasından və digər infrastruktur obyektlərindən ibarət Azərbaycan məhəlləsi artıq sakinlərini qarşılayır. Kahramanmaraşdakı Azərbaycan məhəlləsi yalnız bir infrastruktur layihəsi deyil. Bu iki ölkənin və xalqın qardaşlığının və həmrəyliyinin növbəti parlaq nümunəsidir. Və bugün dünyada və bölgədə baş verənlər fonunda bu həmrəylik xüsusilə əhəmiyyətli və xüsusilə məzmunlu görünür. Bugün bizim için çok anlamlı bir gün. Bundan 2,5 yıl önce asrın depreminin merkez üssü olan Kahramanmaraş'ta çok büyük yıkımlar yaşamıştık, çok büyük acılar yaşamıştık. Tabii ki o günlerde ilk yanımızda olan Azerbaycan Devlet Başkanımız, Sayın Cumhurbaşkanı İlham Aliyev ve halkı bizlerin yanında oldu. Şu anda içinde bulunduğumuz bu mahallenin inşası için çok büyük bizlere destekler verdiler. Biz kendilerine sonsuz şükranlarımızı, teşekkürlerimizi sunuyoruz. Zor günlerden geçtik ama bu zor günlerde Azeri kardeşlerimiz sağ olsunlar hep yanımızda oldular. Çok güzel bir şehir inşa ettiler bizler için. Bu nedenle canı gönülden Azeri kardeşlerimize teşekkür ediyoruz. Can kardeşimiz, Azerbaycanımız, baş tacısınız. Rabbim sizi var eylesin. Aliye Başkanımıza teşekkürler sunuyoruz. İyi ki varsınız. Sadece Sayın Cumhurbaşkanımız depremden sonra buraya aramızda olması bir kardeşliğin. İşte karşınızda Karabağ'dan Maraş'a uzanan bir samimiyet, sınırları aşan bir kardeşlik, zor günde omuz omuza duran can yoldaşlık, Cumhurbaşkanımız Recep Tayyip Erdoğan ve Azerbaycan Cumhurbaşkanı İlham Aliyev sizleri sevgiyle, muhabbetle selamlıyor. Hoş geldiniz, sefalar getirdiniz Sayın Cumhurbaşkanlarım. Şimdi konuşmalarını yapmak üzere depremin ilk anından itibaren Türkiye'nin yanında duran, acımızı kendi acısı bilen, kardeşliğini kelimelerle değil eserlerle gösteren Kafkasların yıldızı, kardeş Azerbaycan'ın güçlü lideri Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev'i kürsüyü teşriflerine arz ediyorum. Buyurunuz Sayın Cumhurbaşkanı. Deprem bölgelerinde yaşayan bütün insanlara Azerbaycan halkının saygısını, sevgisini ifade ederim. Siz bilirsiniz ve bilmelisiniz ki Azerbaycan'da 10 milyon sizin bacı kardeşleriniz var. Azerbaycanlılar da bilirler ki 80 milyondan çok Türk kardeşlerimiz var. Yaşasın Türkiye, yaşasın Türkiye-Azerbaycan birliği, kardeşliği. Evet, bugün burada bir millet, iki devlet şiarının
somutlaşmasına bir kez daha şahitlik ediyoruz. Çünkü biz aynı bayrağın gölgesinde dua eden, aynı seccadede gözyaşı döken, aynı istiklal için can veren bir milletin iki devleti tek yürek taşıyan evlatlarıyız. Ayrılır mı gönül candan, Türkiye Azerbaycan'dan diyen şairlerin kelimelere harf harf nakşettiği kardeşliğimizin ne manaya geldiğini bugün tüm dünyaya yeniden gösteriyoruz. Rabbim aramızdaki şu sarsılmaz dayanışmayı, şu muhabbeti daim eylesin. Ya Allah! Bismillah. Bu da meşhur Maraş dondurması değil mi? Evet. Maraş dondurması mı? Maraş değil, kardeş dondurması bu. Ha, ne dedik? Azerbaycan kardeşimiz demedik mi? Maraş değil, kardeş dondurması bu. Tekrar hoş geldiniz. Azerbaycan'dan bize şeref verdiniz. Sizler bizim kardeşlerimizsiniz. Her zaman gönlümüzdesiniz. Önemli olan gönüle girmek. Biz ne diyoruz? Tek millet, iki devlet. Sizi tebrik ediyorum. Sizler bizim kardeşlerimizsiniz. Tekrar hoş geldiniz. Bak, kardeş olmasaydınız canımıza gelir miydiniz? Bak, kardeş bayrakları görüyorsunuz. Bakın, işte kardeş kardeşe yardım eder. Yiğit düştüğü yerden kalkar. Sizi düştüğümüz yerden kaldırmaya geldiniz. Sizi tebrik ediyorum. Sağ olun, var olasın. İndi isə prezidentlər birlikdə elektrokarlar vasitəsilə Azərbaycan məhəlləsi ilə tanış olacaqlar. Dövlət başçıları Kahramanmaraşa gəlmişkən yerli məşhur dondurmanın da dadına baxdılar. Beğendiler mi dondurmanızı? Beğendi. Gönüle girdik, gönüle. Kahramanmaraş Güzel Sanatlar Lisesi olarak buradayız. Güzel Sanatlar Lisesi viola öğretmeni Özge Yeşilyurt ben. İki devlet başkanımıza inşallah Çırpınırdı Karadeniz türküsünü seslendireceğiz. Öğrencilerimizle beraber mutluyuz, gururluyuz, heyecanlıyız. Kahramanmaraşlı mısınız? Evet. Ne hisler geçirirsiniz burada bugün? Bugün TOKİ evleri için, Sayın Cumhurbaşkanlarımız için konser vermeye geldik. Güzel bir dinleti için geldik. Yani heyecanlıyız. Güzel duygular. Onur veriyor. Məktəblilər belə məşq eləyirlər dövlət başçılarını qarşılamaq üçün. Heydər Əliyev adına məktəb Kahramanmaraşda istifadəyə verilən orta təhsil müəssisəsi. Dövlət başçıları məktəbə təşrif buyurur. Məktəblilər onları bu cür həyəcanla qarşılayırlar. Kahramanmaraşlı balacalara baba paydalar.
Ama biz de sizden şimdi bir şeyler istiyoruz. Ne istiyoruz? Başarı. Başarı, başarı. Tamam? Tamam. Bu okulun adı? Nesi oluyor? Babası. Orta məktəbin kitabxanasında Azərbaycana həsr olunmuş və türk dilində işıq üzü görmüş ədəbiyyatlar üstünlük təşkil edir.